qurtarmaq üçün ki, Elşad göstərdiyi kimi İsveçrədə gör necə gözəl həyat qurulub İsveç xalqı üçün. Biz də istəyirik ki, Azərbaycan xalqımız üçün bu gözəl həyatı quraq ki, hamımız eyni bərabər yaşayaq, hamımız eyni qanuna tabe olaq. Yəni hamımız bir əldə bir yumruq olaq ki, hamı yaşayabilsin. Dağın başında kanalizasiya sistemidir. Bax, Bak görsünüz. Dağın başında kanalizasiya sistemidir. Bax görürsünüz meşədir. Bulaqdır, indi buranın bulağı donub, amma evlərdə su gəlir, bulaqdır. Gəlir, düzdür. Bir kutusudur, skameyka. İsti suya can gəlir, Elşad. İsti suya can. Retri kayıqdayıq da biz, Zəki dayı. Elədir. İsveçrədə yaşayanlar, Avropada yaşayanlar ümumiyyətlə retri kayıqdadır. Atırsan, isti soyuq suyun var. Yəni İndi Elşad, mən bir dənə də o sözü deyim. Bax ki, gözəl, yəni bilirik, sən də, mən də bunu bilirik. Nefti yox İsveçrənin. Yeraltı sərvəti yox İsveçrənin. Bir dənə kənd təsərrüfatı. Bir də bancılardır. Amma İsveçrə xalqı dərman saat birdir. Hayır. Ay sağ ol. Amma ki İsveçrə xalqı ayda 7.000-8 min dollar pul alır. Yəni frank dollardan yüksəkdir. Baxın ha. Bax biz bunu Azərbaycanda qurmaq istəyirik. Bunu yaratmaq istəyirik ki, xalqımız da o cürlə yaxşı maaş alsın, yaxşı yəni işlər görsün, dünya sahəsi. Bax İsveçrədə hamı otpuska gələndə hamısı gedirlər, bu xaricdadır, gəzib gəlirlər. Afrikaya can gedirlər, Hindistana can, Çinə can, Amerikaya can, nə bilim, hər yanı gelib gəzirlər. Başa düşürsünüzmü? Bax biz bu şəraiti istəyirik Azərbaycanda yaradaq. Ona görə də mən indi burada son sözə gəlirəm, çıxıram. İndi inşallah Elman da gələcək indi, Allah qoysa. Gələcək Elman, biri gələcək. Mən zəng vuraram ona, zəng vuracam ona, deyəcəm mən də ona. Gələcəksə gözləyərəm, ha. Bir 5 dəqiqə uzağı gözlə, mən zəng vurub deyəcəm ona ki, bəs belədir. Yəni ki, biləsiniz ki, hamını bunu həyata keçirtmək üçün sizin hamınızın qabillə irəli deyib bunu həyata keçirtməyimiz lazımdır. Hamımız, yəni Qabil, Elşad, mən, bizim əqidə qardaşlarımız, bütün Avropada mübarizə aparanlar, hamısı bizim əqidə qardaşlarımızdır. Ona görə öpürəm sizi qəlbən, Allah amanəti, hazır olun. Hazır olun, biz deyən kimi. Sağ ol Elşad, Allah amanət, Allah razı olsun səndən. Var ol, sağ ol. Deməli, indi görək, Ağsaqqallar Şurasının sədri Elman gəlsə, gələcək, gəlməsə, mən də sizlərlə sağollaşım. Bir 5 dəqiqə Elmanı gözləyək. Əgər Elman 5 dəqiqə gəlsə, o birisi telefonun maşınında qaldı. Daha xəbərim olmayacaq, gələcək, gəlməyəcək, o birisinə zəng eləməsinə. Gəlsə qoşulacaq, bura qoşulacaq. Bax, ey millət, ey Azərbaycan xalqı, burada qar yağıb. Bura qar yağıb, o deməkdir ki, mənim evdə işığım kəsilib, mənim evdə suyum kəsilib, mənim evdə qazım, bizdə ümumiyyətlə qaz yoxdur, burada hər şey elektronludur, toklandır. Yəni, kombi kəsildi nədir, işıq kəsildi nədir? Bu günləri Rauf'un cırığı, soskası mən demirəm, Tural deyir ki, Rauf ofisində Sevinç cırıq qızını işlədibdir. Girin baxın, azad sözdə var. Amma bu günləri Sevinç cırıq qızı Maduranın arvadından danışır. Deyir ki, ölkəni idarə edən prezident də olsa pərdə arxası Maduranın arvadıdır. Eyni şey Azərbaycandadır. Eyni şey İlham Əliyev və onun arvadı, həyat yoldaşı Mehriban Əliyeva eləyir. Ölkə Paşabaycana çevrilib. Onu demirik bizdəki kimi. Bizdəki kimi bu İlham Əliyev, bu Mehriban Əliyeva hakimiyyətidir demir. Ölkəni talan eləyən onlar da demir. Nə qaydır deyir? Deyir ki, görürsünüz necədir. Və orada bir izləyici yazır ki, arada da oxuyur rəyləri, geri zəkalı. Azərbaycandan danış. Nə var ya Azərbaycanda indi soyuqdur da, bir olubdur, müvəqqətidir. Niyə? Niyə soyuqdur? Camaat evində niyə donmalıdır? Elman gəldi. Elman gəldi, deməli biraz verilişimiz uzanacaqdır. Elman. Can. Salam Ağsaqqalı. Görsənmirsən, qaranlıqdır. Sənin maqit qüvvələr nəsə eləyibdir, təzdən gəl. Nəsə bu şeytan əməlidir, deyə təzdən girir. Çıxıb təzdən girir, deyə. Nəsə maqik əməllər var, Elmana cadu eləyiblər. Elmanı da Baba Rızayev axtarır. Baba Rızayev, arvadı cırıq. Rafa, baldızını qayrana 200 min verirsən, 6 sot torpaq verirsən. Deyirsən ki, Elman Əliyevi tapana 20 min mükafat. Arvadı qəhvə, mənim 20 minimi göndər də. Bax, indi Elman Əliyev gələcək efirə.